Salam əziz şagirdlər, bir daha hər birinizi xoş gördük. Bu gün lise və gimnaziyalar qəbul imtahanı azdan önce suallarına baxacaq. 4-cü sinifdən 5-ci sinifə qəbul olan şagirdlər üçün. Test izahımıza keçməmişdən əvvəl kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. 1. Sadə sözləri müəyyən edin. Sadə söz: pərdənin, sadə, işıqlı düzəltmə, düzgün, getdi, laləlik getdi, heyvanlar, sadə, qulaqlar, sadə. 1, 5, 6. Cavabımız A bəndi. Növbəti sual. Hansı mürəkkəb söz defislə yazılmalıdır? Həyat, baca. B bəndi. Hansı sözlərə saitlə başlayan hecə qoşulduqda son samit dəyişmir? Burada vərəğin, bir də türkün dəyişmir. İkinci şəxsin təkində indiki zamanda işlənmiş feili müəyyən edin. İndiki zamanda işlənsin. Gəlirsən, sən gəlirsən, ikinci şəxsin təki. B növbəti. Hansı cümlədə bağlayıcı iki sadə cümləni bağlayıb? Bağlayıcı bağlasın. Bağlandı nə? Yollar, geri döndü kim? Biz. Elə A bəndi doğru. Növbəti 6-cı sualımız. Hansı bənddə hər iki sifət quruluşsa həm düzəltmədir, həm də keyfiyyət bildirsin? Deməli, baha getdi, xəyanətkar, bir də ki, savadlı. Hər ikisi düzəltmədir və keyfiyyət bildirir. C. Növbəti sualımız. Mətindir. Yəqin ki, mətni hər biriniz oxuyubsuz. Ona görə oxumağa ehtiyac duymuram. 7-ci sualımız. Oxumayanlar üçün də bu formada saxlayayım. Oxumaq istəyənlər oxusunlar. Videonu saxlayaraq oxuya bilərsiniz. Deməli, mətndəki şagird obrazının xarakterinə əsasən nöqtələrin yerinə hansı sözlər yazmaq olar? Deməli, qayda bura baxaq. Keçmiş zamanlarda və bir şagird vardır. Keçmiş zamanlarda səbirsizdir, bir də lovğadır. 2, 4, cavabımız B bəndi. Növbəti. Nömrələnmiş hansı sözlərin izahı düzgün verilməmişdir? Verilməyəni axtarırıq. Baxaq. Xəbərdar, xəbəri başqasına deyən bu xəbərçidir. Deməli, bu düzgündür, yəni verilməmişdir, götürəcəyik. Tələskənlik, tələsmə xassəti düzdür. Hazır cavab, başqasının sözünə dərhal cavab verən. Deməli, ləbləbi, çərəz kimi yeyilən təamların qabı, qabı səhvdir, ləbləbi ilə təamın özüdür. Deməli, cavabımız 1, 4, B bəndi. B bəndi, növbəti sualımıza baxaq. Mətndə tünd şriftlə verilmiş sözün eyni mənada, yəni işləndiyi nümunəni müəyyən edin. Tünd hərflə verin. Deməli, sualı necə verəcəyini xeyli ölçüb biçirdi. Ölçüb biçmək burada məcazidir. Biz də buradan məcazini seçəcəyik, məcazini. Baxaq. Ustanın verdiyi təlimatı taxtanı ölçüb biçdi, bu həqiqidir, getdi. Ata oğlunun qəlbini qırmaq üçün deyəcəyi sözü ölçüb biçdi. Bəli, bu məcazi mənadır. Cavabımız B bəndi. Növbəti sualımız. Roma rəqəmləri ilə nömrələnmiş hansı cümləni mətnin ideyası kimi düşünmək olar? Baxaq. Deməli, ağıllı insan lazım gələndə susmağı bacarmalıdır. Bəli, doğru. 4-cü abzası. 4-cü abzası doğru. Növbəti 11-ci sual. Mətnin 3-cü abzasındakı nömrələnmiş cümlələrin düzgün ardıcıllığını müəyyən edin. Düzgün ardıcıllıq, baxaq. Burada. Deməli, müəllim 3 əvvəl. Müəllim suala başlamazdan əvvəl bir müddət düşündü. Sonra 2. Sualı necə verəcəyini xeyli ölçüb biçdi. Daha sonra 4. Farsça dodaq mənasını verən ləb sözünü işlədərək danışmağa başladı. Daha sonra 1. Həmin şagird qəfildən atılaraq dedi ki, ləb-ləbləbi sözünün ilk ecasıdır. 3, 2, 4, 1. 3, 2, 4, 1. Hansı variantdadır? D variantı. Cavab D variantı. 12-ci sual. Mətnin nəticə hissəsini genişləndirə biləcək cümləni müəyyən edin. Sonunu artırarsan. Amma sözün sonunu gözləsəydin daha yaxşı olardı. Baxaq. Mətnin sonu. Maşallah, hazırcaqsan. Ləb demədən ləbləbini anladın. Ağıllı insan lazım gələndə susmağı
bacarmalıdır. Amma sözün sonunu gözləsəydin daha yaxşı olardı. Tamamilə doğru. B bəndi. 13-ə baxaq. Verilmiş cümlədəki sözlərin təhlili ilə bağlı düzgün fikirləri müəyyən edin. Bu hədiyyələr zəhmətkeşlərin ağır yükünü xeyli azaldıb. Zəhmətkeşlərin tərkibində həm 1, həm 2, həm də 4 cür yazılan hərflər var. Baxaq. Zəhmət sözün kökü keş, leksik 1 cür, lər 2 cür, in 4 cür. Deməli doğru fikirdir. Götürəcəyik. Hədiyyələr cəm şəkilçili konkret isimdir. Bu hədiyyələr, bəli, cəm şəkilçisi var və hədiyyəni görürük konkretdir. Xeyli miqdar sayıdır. Xeyli azalıb. Azalmaq feil olduğu üçün xeyli oldu zərf. Deməli getdi. Bu ismi əvəz edib, baxaq. Bu hədiyyələr, yəni yaxşı hədiyyələr, pis hədiyyələr, hansı hədiyyələr, hansı sualın verdiyi üçün bu oldu, sifəti əvəz edib. Bu da yanlış. 1, 2. Cavabımız B bəndi. Növbəti sualımıza baxaq. 14-cü sual. Uyğunluğu müəyyən edin. Sonra o sürətlə irəli atıldı. Cümləsində zərfin 3 məna növünə aid nümunə işlənib. Sonra nə zaman zərfi, sürətlə nə tərzdə hərəkət zərfi, irəli, bu da yer zərfi. Bu doğru fikirdir. Deməli olacaq A. Kəndin başıqarlı dağları heyran edici idi. Cümlə yalnız mübtəda və xəbərdən ibarətdir. Nədir? Heyran edici idi. Bu oldu xəbər. Nə? Hara? Kəndin yərgah dağları mənsubiyyəti olduğu üçün nöqtənin söz birləşməsi bir yerdə. Deməli bu da doğru fikir. Gəlmişəm ki, danışaq. Cümləsində ədat işlənib. Xeyr, burada ki bağlayıcıdır. Gəlmişəm ki, niyə? Nə səbəbə? Tabeli mürəkkəb cümlədir. Deməli bu oldu. Ədat işlənib yanlış. A, B. Baxaq variantlarımıza. A, B. A variantı. Növbəti sonuncu sualımız. Verilmiş cümlə ilə bağlı düzgün fikirləri müəyyən edin. Ağacların kölgəsindən dincələn uşaqlar ona təəccüblə baxdılar. İsimlər quruluşda sadədir. Ağaclar sadə, kölgə sadə, uşaqlar sadə. Ona təəccüb baxdı. Yoxdur. Deməli bu bir doğru fikirdir. Bizə isə düzgün istədir. Düz. Cəm şəkilçili sözlərin biri mücərrəd isimdir. Ağaclar konkretdir. Uşaqlar bu da konkretdir. Deməli getdi. Yanlış fikirdir. Yönlü şal şəkilçili söz isim deyil. Ona, o əvəzlidir. Deməli isim deyil. Bu doğru fikirdir. Götürəcəyik. Mübtəda ismi birləşmə ilə ifadə olunub. Ağacların kölgəsində dincələn uşaqlar ona təəccüblə baxdılar. Kim? Uşaqlar. Uşaqlar deməli ismi birləşmə olmadı. Uşaqlar tək. Deməli mübtəda ismi birləşmə ilə ifadə olunub. Bu yanlış fikirdir. Feillər quruluşuna görə bir-birindən fərqlənir. Baxaq. Dincələn, dinc olur, dincələr düzəltmə. Baxdılar, baxmaq isə sadə. Biri sadə, biri düzəltmə. Bir-birindən fərqlənir. Bu da doğru fikirdir. 1, 3, 5. 1, 3, 5 A bəndi. Bununla da bir testimizin də sonuna gəldik. Əziz uşaqlar, hər birinizə uğurlar arzu edirəm. İnşallah hər biriniz arzu etdiyiniz məqama yüksələrsiniz. Uğurlar.